Kapital Bank əməkdaşı adı ilə bugün mənə zəng olub. Heç bir məlumatı vermədim, nə təsdiq kodu, nə kart məlumatlarına. Diqqətli olun. Həmən Kapital Bank əməkdaşlarına telefon açdım. Bu hekayədən əvvəl paylaşdığım nömrələri bir bank əməkdaşlarına yönləndirdim. Onlar mənə bildirdilər ki, bu nömrələr bir bank nömrələri deyil. Ümumiyyətlə bir bank işçiləri heç bir zaman WhatsApp nömrəsi üzərindən telefon açmırlar. Danışan səs robotvari bir səs idi. Özünü gah Natiq Hüseynov kimi təqdim etdi, gah Natiq Quliyev kimi təqdim etdi. Sanki rəhbərliyinə yönləndirdi. Səs eyni idi və aydın məsələ idi ki, süni intellektlə dəyişilmiş bir səs idi və özü danışarkən də ətrafında, yanında başqa bir səs ona müdaxilə eləyirdi. Mən həmən başa düşdüm ki, bu dələduzluqdur. Diqqətli olun, dələduzlara qarşı kart məlumatlarınızı paylaşmayın.